İyonlaşmış kalsiumun faydaları saymaqla bitməz, amma bugün niyə sümüklərimizdə, oynaqlarımızda ağrılar yaranır və necə qarşısını ala bilərik bundan danışacağım. Gördüyünüz kalsium toz halındadır və digər kalsiumlardan bir neçə fərqi var, amma əsas üstünlüyü ondan ibarətdir ki, iyon halındadır. Fermentasiya olunub və təbii xam maldan alınıb. Çox yaxşı dada malikdir. Uşaqlarınız çox rahat şəkildə istifadə edə bilər. Xüsusən də erkən yaşdan başlayan sümük oynaq problemləri varsa, məsləhət görürəm 40 yaşdan yuxarı bütün bəylər və xanımlar iyonlaşmış halda kalsium istifadə etməlidir. Çünki sümükləri, fəqərələri, onurğanın birbaşa qidasıdır və iyon halında olduğuna görə 95-98% birbaşa mənimsənmə verir ki, bu da sürətli şəkildə nəticə almağa kömək eləyir. Gələcək zamanlarda osteoxondroz, fəqərə yırtıqları və yaxud da bel ağrıları, sümük oynaq ağrılarının qarşısını vaxtında almaq üçün iyonlaşmış kalsium ən əla seçimdir.